Rəhman və Rəhim olan Allahın adıyla. Bəqərə surəsi 33-cü ayə. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qalə, dedi. Yə müraciət deməkdir. Ədəmu, Adəm. Qalə yə Ədəmu. Dedi, ey Adəm. Ənbihum. Hum burada onlar deməkdir. Ənbih bildir deməkdir. Bildir onlara. Bi əsməi. İsim sözündəndir. Yəni isimlərini, adlarını. Bi burada köməkçidir. Yəni sonluqda ni kimi gedir. Adlarını, isimlərini. Him onların. Onların isimlərini, adlarını onlara bildir. Ey Adəm. Dedi. Yəni burada Allah Cəllə Cəlaluhu dedi. Ey Adəm. Onların isimlərini, onların adlarını onlara bildir. Düzdür, burada bunların qeyd olunub. Yəqin ki, qarışmasın deyə qeyd olunub. Amma hum, him onlar deməkdir. Fələmmə, fə elə isə ləmmə o zaman ki, ənbəhum, yəni onlara, yəni bildirdiyi zaman. Yəni onlara bildirdi, fələmmə olanda o zaman, yəni o zaman ki onlara bildirdi. Bi əsməihim, yəni eyni sözdür. Onların isimlərini, onların adlarını. İndi təbii ki burada o zaman bildirdi deyəndə, yəni Adəm əleyhissalamdan söhbət gedir. Yəni Adəm əleyhissalam onların isimlərini bildirdiyi zaman qalə dedi. Burada mi sual ədatıdır. Ləm inkarı bildirir. Əqul, buradakı məni bildirir. Əqul, mən dedim, mən söylədim. Ləm əqul deyəndə mən söyləmədim, mən demədim. Ələm əqul, mən söyləmədimmi, mən demədimmi kimi gedir. Ləkum, sizə, sizin üçün. Allah Cəllə Cəlaluhu deyir ki, burada dedi. Allah dedi, mən sizə demədimmi, söyləmədimmi. İnnə həqiqətən, yə burada mədliyə, məni bildirir. Yəni mən həqiqətən ə'ləmu, daha yaxşı bilirəm, daha üstününü bilirəm. Burada if'al babıdır. Yəni bilənlər bilir ki, bir var burada görürsünüz, bilirəm yazılıb. Lakin olmalıdır, daha yaxşı bilirəm. Çünki bir var kəbir, yəni böyük. Bir də var Allahu Əkbər. Allah daha böyükdür. Bu əkbərin daha böyük olmağı, yəni burada da ə'ləmu o formada daha yaxşı bilmək deməkdir. Daha çox bilməkdir. Qaybə, qeybi, əs-səməvət vəl-ard. Yəni səməvat göylər və bağlayıcı ərd da yer deməkdir. Yerin və göylərin qeybini daha yaxşı bilirəm həqiqətən mən. Və ə'ləmu və daha yaxşı bilirəm mə o şey ki tubudunə aşkar etdiklərinizi və bağlayıcı mə o şey ki kuntum idiniz olduğunuz təktumunə gizlədirsiniz, yəni gizlətdiklərinizi. Ümumi tərcümə də belə gedir ki Allah dedi, ey Adəm, onların adlarını onlara bildir. O zaman ki onlara onların adlarını bildirdi, Allah dedi, mən sizə demədimmi, həqiqətən mən göylərin və yerin qeybini daha yaxşı bilirəm və sizin gizlətdiklərinizi və aşkar etdiklərinizi də daha yaxşı bilirəm. Dəqiq tərcümə bu idi, lakin Quran-ı Kərimdə bu formada da tərcümə olunub ki, Allah buyurdu, ey Adəm, mələklərə onların isimlərini, adlarını xəbər ver, bildir. Adəm mələklərə onların adlarını bildirdikdə Allah buyurdu,
sizə göylərin və yerin sirlərini, sizin aşkarda və gizlində etdiklərinizi bildiyimi söylədimmi? Söyləmədimmi? Yəni burada gördüyünüz kimi mələklər, əlavə sözlər artırılıb ki, burada görürsünüz ki, həmin ayədə yoxdur. Onun üçün də bu formada düz olsa da, burada daha izahlı, daha geniş formatda, amma sözbəsöz bilmək istəyiriksə, bayaq ən son tərcümə etdiyim format daha doğrudur. Keçid alırıq bildirişlərə. Birinci odur ki, layiqli istedadlara çiçəklənmə fürsəti verin. Yəni, ənbihum bi əsməihim. İkinci odur ki, Allahın keçirdiyi elmi sorğuda Adəm mələklərdən üstün oldu. Fələmmə ənbəhum bi əsməihim. Ayədə buyurduğu kimi. Və sonuncu olaraq da üçüncü bildiriş budur ki, mələklər bəzi sözləri desələr də, bəzi məsələləri gizlədirlər. Bəzi məsələləri gizlədirlər. Kuntum təktumun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.